Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə şor qoğalı hazırlayacağım. Həm şirin, həm duzlu. Burada bizim südümüz var. Stakan yarım su, stakan yarım süddür. Yəni çox qaynar olmamaq şərti ilə ilıq vəziyyətdə 3 yumurtamız, 1 stakan yumşaldılmış kərə yağımız, 1 stakan duru yağımız, burada 2 xörək qaşığı sirkə, fərq etməz üzüm, alma. Burada xamamız var. 190 qram xamamız var. Fərq etməz 20%dir ya artıq 30-40%dir. Burada mayamız var. Şəkərimiz, unumuz. İndi başlayaq aparamızı hazırlayaq. 1 xörək qaşığı yarım maya əlavə edib üzərinə 1 xörək qaşığı şəkər əlavə edib, ilıq süd, su qarışımından əlavə edək və bunu yaxşı qarışdıraq, buraxaq, qabarsın. Qabarandan sonra xəmirimizi qatacağıq. Burada məndə 2 porsiyadır. Siz istəsəniz yarı bölüb 1 porsiya hazırlaya bilərsiniz. 2 kilo unun şor qoğalını hazırlayacağım. Üzürlü sayın demədim. Burada bizim sarı kökümüz var. Sarı kökdə əlavə edək. 1 silə xörək qaşığı sarı kök əlavə edirəm. Bütün ərzaqlar ev şəraitində olmalıdır. Südümüz dediyim kimi çox qaynar olmamalıdır, ilıq. Suyumuz da onu kimi. Mayalı xəmirdir deyə hər şeyi isti vəziyyətdə əlavə etməliyik. Belə bir yumuşaq xəmir alındı. Çox gözəl, yumuşaq xəmir alındı. Buraxaq, qabarsın. Xəmirimiz yaxşı qabarıbdır. Əgər şor qoğalınız yaxşı alınsın deyə 2 dəfə xəmirimizi qaytarmaq lazımdır. Yəni belə qabarıb, qabaranda 2 dəfə yaxşı qatıb, yenə buraxmaq lazımdır, qabarsın. Onda şor qoğalımız çox gözəl alınacaqdır. Şor qoğalımızın içliyini hazırlayaq. Burada məndə 3 stakan un var. 3 stakan unun içərisinə 150 qram kərə yağı əlavə edək. Umaçalına gətirincə yağla unu ovaq. Yumurtamızı qarışdırandan sonra
Bunların içərisinə zirə, raziyana, qara istiot, sarı kök, duz, bir də zəncəfil əlavə edəcəyik. Hər bir ərzaqları qatandan sonra ocağımızın üzərinə alaq, unumuzu biraz qovuraq. Budur, içliyini də hazırladıq. Çox qovurmağa ehtiyac yoxdur. Biraz rəngi saraldı, götürmək lazımdır. Xamırımız 3-cü səfər qabardı. Çox gözəl qabarıbdır. İndi kündələrə ayıraq. 9 dənə kündə alındı. 382 qramdan alındı. Kündələrimizi kündələyək, buraxaq, kündədən düşsün. Qoz ləpəsi ilə olan qoğalımızı hazırlayaq. Yəni xəmir eyni xəmirdir, həmən xəmirdən hazırlayacağım. Prosto içərisini əlavə şirin də etmək istəyirəm. Burada məndə yer fındığı, qoz ləpəsi, nə istəsəniz əlavə edə bilərsiniz. Yer fındığı da, badam da, qoz ləpəsi də. İndi bunun içərisinə, burada məndə hardasa 2 stakan yarım qoz ləpəsi var idi. Xırdaladım. İçərisinə şəkər əlavə edək. 1 stakan şəkər əlavə edirəm. Məndə hil darçın olmadığı üçün raziyana ilə zirə əlavə edirəm. Əgər sizdə varsa, hil darçın əlavə edə bilərsiniz. Burada yumşaldılmış kərə yağımız var. 200 qram. 1 stakanda 200 qramlıq stakandan bir də duru yağımız var. Budur belə yumşaltmışıq. Yuxamızı yaydıq. Belə bir alətlə stolumuzun, bir geniş stolun üzərini yağlayıb, yuxamızı ora sərib böyüdəcəyik, yenə dartıb. Budur belə. Kündələrimizi üst-üstə bax belə yığdıq. Axırıncı kündəmizi sərək. Bax, budur belə. Xəmiri darta-darta açmaq lazımdır.
Qabımızın içərisinə yumurta sındırdıq. İndi bu yumurtamızın içərisinə biraz süd, belə portağal rəngi, limon rəngi əlavə edək. Şor qoğalımız çox gözəl qabarıbdır. İndi üzərini yumurtalayaq. Yumurtalayandan sonra belə çörək otu əlavə edəcəyik, küncüt. Belə bir marsipan kəsənimiz var. Bax belə yumurtaya bulayaq. Küncütümüzə bulayaq və şor qoğalımızın üzərindən axış edək. Budur belə əvvəlcədən isidilmiş 170 dərəcəli sobamıza göndərək. Alt üst eyni dərəcədə pişsin. İçərisi ləpəli, şirin olan qoğallarımızı da belə küncüt əlavə edəcəyik. Şor qoğallarımız hazırdır. Şirin şor qoğalımız budur. Çox gözəl, qat-qat alınıbdır. Bu da duzlu şor qoğalımız. Çox gözəl, möhtəşəm alınıbdır. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə gözəl şor qoğalı hazırlayın. Şəkərli, qozlu olan, bu da duzlu, zirəli, zəncəfilli, raziyanalı olan şor qoğalımız.